Hər vaxtınız xeyir əziz şagirdlər və müdavimlər. İndi isə biz düzxətli bərabər təcili hərəkət mövzusunda olan yeni tipli sualların izahına baxacağıq. İlk yeni sualımız başlayır 119-cu sualdan. Görürük ki, hərəkət tənliyi x bərabər 10 plus 2t şəklindədir və təcil mənfidir, başlanğıc sürət isə müsbətdir. Bu onu göstərir ki, cisim bərabər yavaşlayan hərəkət edir. Başlanğıc sürət 2 və cisim bərabər yavaşlayan hərəkət edirsə, cavabımız olacaq C variantı. Buna uyğun yeganə qrafik C variantındadır. 120-ci sualda deyir 5-ci saniyədə sürətin Vx proyeksiyasını hesablayın. Deməli, sürətin biz Vx proyeksiyasını hesablamamışdan öncə gəlin təcil tapaq. Görürük ki, bu V0-dır, bu da V-dir. Təcil də nə idi? Delta V-nin V-yə nisbəti. A bərabərdir delta V böl, daha doğrusu delta V-nin T-yə nisbəti. Görürük ki, sürət dəyişməsinin zamana nisbəti tangens 45 ilə. Yəni, tangens alfadır da, burada yuxarı katen, aşağı katen nisbət. Tangens 45-dir isə 1 alır. Deməli, təcilimiz 1-dir. Təcil 1-dirsə, biz buradan sürəti tapsaq, yazarıq V bərabərdir V0 plus AT. V0-ımız 5-dir. Təcil tapdıq 1, zamanımız da 5-dir. Daha doğrusu başlanğıc sürətimiz 10-dur. Təcil 1, zaman 5-dir. 10-dan 5-in cəmi edir 15, Y variantı. İndi isə gəlin baxaq 120-ci sualı. 121-ci sualda isə sürətin Vx proyeksiyasını hesablayın deyir. Əvvəlcə təcil tapaq. Təcil tapanda yazarıq ki, A bərabər V çıxı 0 böl T, yəni 20 çıxılsın 60 bölünsün 10. O deyir -4. Cisim bərabər yavaşın hərəkət edir və bərabərdir V0 minus AT-dən 60 çıxılsın təcil 4, zaten mənfisinə əvvəlcədən yazmışıq. Zamanımız da 5, çünki 5-ci saniyədəyik. 4 dəfə 5-in 20. 60-dan da 20-sin eləyəcək 40 B variantı. Növbəti fərqli suallarımızdan baxaq. Məsələn, 139-dan 140 əslində var idi köhnə topluda, amma şagirdlərin səhv elədiyi suallardan biridir. İstəyirəm onu da izahını verim. Deyir, hansı suallarda yol yerdəşmə moduluna bərabərdir? Yadınızda saxlayın ki, sürət zaman qrafikində deməli, düz xətt əgər zaman oxunu kəsirsə, bu zaman cisim hərəkət istiqamətini dəyişir. Cisim hərəkət istiqamətini dəyişirsə, yol yerdəşməyə bərabər ola bilməz. Bunlarda isə kəsmir. Kəsmirsə, həqiqətən də yol yerdəşməyə bərabərdir. Bizdən də onu soruşur, yəni doğru cavabımız A. Yol yerdəşmənin modulundan böyükdür deyir. Yol yerdəşmənin modulundan böyükdürsə, yəni cisim hərəkət istiqamətini dəyişir. Cisim hərəkət istiqamətini dəyişəndə yol yerdəşmədən böyük olur. Hərəkət istiqamətini dəyişdikdə isə deməli, qrafik T oxunu kəsir. Yəni 1, 2. Doğru cavabımız D variantı. 142-ci izahı kanalda var. 143-də deyir, test vuranda sürət 0 ola bilməz. Yadınızda saxlayın ki, bərabər yavaşlayan və bərabər sürətli hərəkətlərdə başlanğıc sürət 0 ola bilməz. Çünki müəyyən bir sürət olmalıdır ki, o bərabər yavaşsın. Və ya müəyyən bir sürət olmalıdır ki, ona biz deyək ki, düz xətli bərabər sürətli hərəkət. Ola bilməz deyirsə 1, 2, yəni A variantı. 145-ci sual nisbətən fərqli sualda gəlin ona da baxaq. Təcili buradan A bərabərdir V çıxı 0 böl T düsturuna görə tapsaq, yazaram ki, A bərabərdir 16-dan 10-un çıxaram 6, delta T-imiz də 4 ilə 2 arasında 2. Təcilimiz oldu 3. Təcil oldu 3. V0-ı tapanda yazacağım V0 bərabərdir V çıxı T. V-imiz birinci üçün 10-dur. Son sürət birinci üçün 10-dur. Təcil 3-dür. Zaman isə burada birinci zaman 2-dir. 3 dəfə 2-ni 6, ondan da 6-sını 4. Təcil 3, başlanğıc sürət 4. Doğru cavabımız B variantı. 147-ci sualda bu bölmədən fərqli suallardan biridir. Deməli, 147-ci sualda bizdən təcil zaman qrafikini istəyir. Birinci görürük ki, cisim
bərabər sürətdə hərəkət. Bərabər sürətdə hərəkətdə təcil sıfırdır. Yəni A ola bilməz, B ola bilməz, D ola bilməz, ya C-dir, ya da Y. Təcil sürətə əsasən biz tapsaq, sürəti tapanda bərabərdir. Deməli, sürəti tapanda birinci V bərabər x bölü t yazırıq. Yəni 4 bölünsün 2. Sürətimiz 2-dir. Sürətimiz 2-dir. Yəni başlanğıc sürətimiz 2-dir. Biz buradan əgər tapsaq, deməli təcili yazarıq ki, s bərabərdir v0t plus at kvadrat bölü 2. S burada 4-dür. 4 bərabərdir. Başlanğıc sürət 2 tapdıq. Zamanımız da 2-dir. Zamanımız 2-dirsə 4 plus A-nı bilmirəm. Zaman 2 kvadratı 4 bölü 2. Bu da 2A. 2A plus 4 bərabər 4-ə. Çünki burada, daha doğrusu delta x'in yenə biz 8 qoymalıyıq. Çünki 12 ilə 4 arasındadır. Burada 8-ə bərabərləşdirməliydik. O zaman 2A bərabərdir 4, A da bərabərdir 2. Deməli, birinci hissədə A-mız 0, sonra isə 2, o da doğru cavabımız olur, Y variantı. 161-ci sual fərqlidir, ona baxaq. Deyək ki, bərabər yeniləşən hərəkət müddətində getdiyi yolun uzunluğu metrlə hesablayın. VT qrafikində gedilən yol fiqurun sahəsinə əsasən tapılır. Bərabər yeniləşən isə ilk 3 saniyədədir. İlk 3 saniyədə görürük ki, fiqur sahəsi trapesiyadır. Oturacaqlardan biri 2-dir, digəri isə 10-dur. Bölürəm 2, vururam 3-ə. 6 üçün 18 metr, yəni doğru cavabımız 18. Baxaq 162-ci suala. Deyir ki, müşahidəyə başlayan andan 10 saniyə sonra maddəli nöqtələr görüşürlər. Müşahidəyə başlayan anda onlar arasındakı məsafə. Yəni, biz onlar arasındakı məsafəni tapanda VT qrafikində fiqurun sahələrini tapıb, əgər cisimlər eyni istiqamətdə gedərsə, çıxırıq, əks istiqamətdə gedərsə toplayırıq. Görürük ki, hər ikisi 0 oxunun yuxarısındadır. Yəni, eyni istiqamətdə gedir. Eyni istiqamətdə olarsa, S1 və S2-ni ayrı-ayrılıqda getdiyi yol tapaq. Deməli, birinci üçün fiqur 3 bucaqdır, 16 vur 10 bölü 2. Bu elədir 80 metr. İkinci üçün isə yolumuz trapesiyadır. Trapesiyamız yəni bu. 16 ilə 4-ün cəmin bölürük 2, vururuq 10-a. 5, 16 ilə 4, 25-ə 100. Aralarındakı məsafə isə 100-də 80-in fərqi, bu deyir 20 metr. 163-də isə cisimlər əks istiqamətdə gedərsə, onların, deməli, aralarındakı məsafəni tapanda sahələri tapıb toplayırıq. Sahəni ayrı-ayrı tapıb, yəni trapesiya kimi tapıb toplamaqdansa, görürük elə burada ümumi sahəni tapsaq, biz elə həmin sahələrin cəmini tapırıq. O zaman yazarım S bərabər birinci oturacağımız 16 ilə -10 arasındakı məsafə, yəni 26-dır. Plus ikinci oturacaq 4 ilə -3 arası məsafə, yəni 7-dir. Bölürəm 2-yə. Deməli, vururam. Burada da zamanımız 10-dur. Yəni, hündürlüyün yerinə qoyduq 10. O zaman biz 26 ilə 7-ni topladıq. Elədi 33. 33 vur 5, 5 dəfə 3, 15, 1 yadda 145 metr. Doğru cavabımız oldu. Daha doğrusu 3 dəfə 5, 15, 1 yadda, o da 165 metr. Bərabər təcili hərəkətdən fərqli suallarımız bunlar idi. Növbəti dərsdə baxacaq orta sürət hərəkətin nisbiliyi.